Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün sizinlə çiyələkli tiramisu reseptini bölüşürəm. Əvvəlcə 500 qram çiyələyi yaxşı yuyub, suyunu süzüb, sonra doğrayıb qazana əlavə edirik. Sonra üzərinə 100 qram şəkər və 40 ml su əlavə edib, orta odda 10-15 dəqiqə bişiririk. Blenderla yaxşı əzib, eyni cinsli kütlə halına gətiririk və soyması üçün başqa bir qaba əlavə edirik. Mikser qabına soyuq halda olan 500 ml 33 və ya 35% qaymağı, 400 qram labne pendiri, 200 qram şəkər kirşanı, 1 paket vanilini əlavə edib qatlaşana kimi qarışdırırıq. Krem dimdik şəklini alıbsa, deməli krem hazırdır. Daha çox qarışdırmaq olmaz, çünki krem yağa dönür. Tiramisunun kənarlarına istifadə edəcəyimiz savoyarda peçenyaların uclarını eyni ölçüdə kəsirik. Sos soyduqdan sonra bütöv şəkildə olan savoyarda peçenyalarını sousa batırıb tiramisunu yığırıq. Sıxma torbasına kremi yerləşdiririk. Və bu şəkildə kremi sıxırıq. Qatların arasına doğranmış çiyələk də əlavə etmək olar. İkinci qatı yığıb üzərinə kremi sıxırıq. Doğranmış çiyələkləri əlavə edirik. Yaxşı olar ki, üçüncü qatın üzərinə sıxdığınız kremi, savoyarda peçenyalarını tiramisunun kənarlarına yığdıqdan sonra sıxasınız. Belə daha rahat olur. Mən elə etmədiyim üçün mənə biraz çətinlik yaratdı. Uclarından kəsdiyimiz peçenyaları çəpər kimi tiramisunun ətrafında yerləşdiririk. Və lentlə bağlayıb soyuducuda 8-10 saat saxlayırıq. Soyuducudan çıxartdıqdan sonra üzərinə kakao səpib çiyələkləri yerləşdiririk. Görünüşü və dadı çox möhtəşəm olan bir desert alındı. Hazırlanması da çox asandır və siz də sınayın, peşman olmazsınız. Əgər bəyəndinizsə, rəylərdə fikir bildirməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik qızlar.